Elə bir kəlmələr vardır ki, o kəlmələri insan edəndə səmanın qapıları açılar. Səmalar titrəyər. Bütün problemlərin həll olunar. Müəyyən bir kəlmələrdir məhdud, bəli. Onlar nədir? Peyğəmbərimiz s.ə.v-in etdiyi və bizlərə öyrətdiyi. Onu desən, yəni o kəlmələrlə, səmimi qəlbdən, o gözəl sözlərlə, dualarla Allaha yaxınlaşsan, bil ki, tez və ya bir müddət sonra uca Allah Teala istəyini verəcək və bütün sıxıntılarını aradan qaldıracaq. Baxın, buyurur Peyğəmbərimiz sallallahu aleyhi ve sellem: "Mə min muslimin yəd'u." Əgər bir insan bu kəlməni dua edərsə, Allah onun dualarını qəbul edər. Bunu kim buyurur? Peyğəmbərimiz sallallahu aleyhi ve sellem. Vəd edən kim? Rasulullah sallallahu aleyhi ve sellem. Kim seçib bu kəlmələri? Rasulullah. Kim ona öyrədib? Əlbəttə ki, uca Allah. "Və mə yantiqu anil hava in huwa illa vahyun yuha." Altı buyur Nəcm surəsində. Onun danışdıqları boş-boş söz deyildir, ancaq vəhidir. Birinci, qəlb rahat olsun deyə Peyğəmbərimizin s.ə.v-in etdiyi dualardan, o sıxıntını, kədəri aradan qaldıran sözlərdən istifadə etmək lazımdır. Buyurur Peyğəmbərimiz s.ə.v, əgər bir qul, bir bəndə bunu deyərsə, Allah onun qəm, qüssə, kədərini aradan qaldırar və onun yerinə ona rahatlıq verər, fərəc verər. Nə demişdi Peyğəmbərimiz s.ə.v? Allahım, mən sənin qulunam. Qulunun quluyam. Yəni, mən də sənin qulunam, mənim valideyn də sənin qulunundur. Kənizinin quluyam, yəni kənizinin qadın, o da sənin qulundur. Yəni, atam da sənin qulundur, anam da sənin qulundur. Gözəl, yəni, Allahım sənin qulunam, acizli etiraf. Məni idarə etmək sənin əlindədir. Şərt deyil bunu, yəni, olduğu kimi oxumaq. Gözəl, öz dilimizdə. Barəmdə olan hökmün keçərlidir. Mənə qismət etdiyin talih ədalətlidir. Yəni, qismətimlə razıyam. Sənin bütün adlarınla səndən istəyirəm. O adlar ki, özünü adlandırdın. Baxın, nə gözəl bir şey. Yəni, bütün adlarınla istəyirəm. Quluna öyrətdiyin, kitabında endirdiyin, özünü adlandırdığın, dərgahında qeyb elmində saxladığın bütün adlarınla səndən istəyirəm. Quran-ı Kərimi qəlbimin baharı elə, köksümün nuru elə, hüznümün aradan qalxması, kədərin getməsi üçün səbəb elə. Çox rahat bir dua. Buyurur Peyğəmbərimiz s.ə.v, əgər bir insana bir müsibət baş verərsə, sıxıntı baş verərsə, bu adlarla dua edərsə, Allah Teala onun kədərini, qəm, qüssəsini aradan qaldırar və onun yerinə Allah Teala ona fərəc verər, sevinc verər.